Galatasaray Atletico'dan xal alaraq play-off'u garantiləyəcək, yoxsa Okan bir daha sübut edəcək ki, Avropa onluq deyil. Çünki bu maçda Galatasaray Çempionlar Liqasının play-off'una qatılmaq üçün bir xalda kifayət edə bilər. Siz kanalımıza abunə olun, biz isə Galatasaray Atletico Madrid oyununun qısa analizinə keçək. İlk öncə əlbəttə ki, Galatasaray haqqında həddindən çox danışmışıq. Ona görə də Galatasarayı detallı şəkildə analiz etməyəcək. Onu qeyd etmək kifayət edər ki, düşünür ki, bir tərəfdən Galatasaray Çempionlar Liqasında o 4 asan oyunluq siklini başa vurdu. Onun ilk ikisini Bodo Glimt və Ajax'ı çox rahat şəkildə məğlub etsə də, sonradan Union və Monaco ilə Galatasaray layiqli məğlubiyyətə uğradı və nəticədə vəziyyət elə bir balanslı bir nöqtəyə gəlib çıxıb ki, Galatasaray növbəti 2 maçda ən azından bir xal yığmalıdır ki, 24-lükdəki yerini garantiləsin. Amma əlbəttə ki, əgər Galatasaray öz evində qələbə ilə ayrılarsa, bu Galatasarayın play-off şanslarını garantiləməklə yanaşı, həm də ki, potensial rəqibini də bir qədər asanlaşdıra bilər. Atletico Madriddən danışdıqda, əlbəttə Atletico Madrid çox ziddiyyətli komandadır. Bir tərəfdən fikirləşmək olar ki, yaxşı Galatasaray öz evində Union və səfərdə Monaco uduzursa və üstəlik Fenerbahçe ilə də Superkubokda komanda çox bərbad təsir bağışlayırsa, Atletico ilə nə şansı ola bilər? Amma əslində mən qısaca Atletico'nun problemlərindən danışmaq istəyirəm. Atletico'nun ən böyük iki problemi ondan ibarətdir ki, birinci olaraq komandanın ən ana futbolçularından biri olan Barrios, hansı ki dayaq müdafiə funksiyasını yerinə yetirir və komandanın bir növ düşünən beynidir. Bu maçda forma geyməyə bilər. Biz bu verilişi çəkəndə yanvar ayının 12-sində adam hələ də zədəlidir və ya zədədən qayıtdığı təqdirdə Barrios hansı formada olacaq? Barriosun olması və ya olmaması nəyə həll edir? Komandanın hücumdan müdafiə keçidində ən əsas futbolçu məhz Barriosdur. O bir növ hardasa biz onu Ivan Rakitic'lə və ya Casemiro'nun bir növ qarışığını, hibridini oxşatmaq olar. İkinci tərəfdən isə sizə bəlkə də qəribə gələcək, əgər Atletico Madridin oyunlarına yaxından baxmırsınızsa, bu komandanın talismanı və ən yaxşı oyuncusu olan Jimenez'in formada olmamasıdır. Artıq yanvarın əvvəlində Real Sociedad'da keçirilən oyundan sonra da Diego Simeone açıq şəkildə dilə gətirdi ki, əslində Jimenezə bir qədər istirahət lazımdır. O qədər də formada deyil, amma nəzərə alsaq ki, turnir cədvəlində mübarizə o qədər gərgindir ki, bütün turnirlərdə bu istirahəti Jimenezə verə bilmir. Digər tərəfdən əlbəttə ki, Jimenez elə bir oyunçudur ki, o təkcə Atletico Madrid fanatlarını deyil, həm də Barcelona fanatlarını rahat yatmağa imkan vermir. Çünki Jimenez istənilən top komandanı daha da gücləndirə biləcək bir futbolçudur. Amma konkret olaraq bu dövrdə Jimenezin bir bazı problemləri var. Gəlin əvvəlcə başa düşməyə çalışaq ki, Galatasaray niyə görə əslində ana oyun stili, yəni rəqibi amansız presinqə məruz qoymaq, rəqibə qarşı intensiv presinq tətbiq etmək Atletico Madridin hazırki formasına qarşı çox effektiv ola bilər. İlk öncə Atletico Madridin formasiyasını görürsüz. Bu Simeone bu mövsüm 4-2-3-1 və 4-4-2 taktikasının variasiyasından istifadə edir. Əgər 4-4-2 olarsa, Galatasaray mütləq olaraq müdafiədə say çoxluğuna malik olmalıdır. Çünki çox güman ki, burada Atletico'nun əslində 4 elitar seçimi var. Onlardan biri 100%, yəqin ki, Sorloth olacaq. Çünki bütün hava toplarında Sorloth istənilən Galatasaray müdafiəçisi üzərində Davinson Sanchez'ə daxil olmağı böyük bir avantaja malik olacaq. Digər tərəfdən ikinci hücumçu Jimenez ola bilər və ya Jimenezin yanında əgər birdən Sorloth olmazsa, Sorloth'a oyun funksiyaları baxımından oxşayan Raspadori və ya ikinci hücumçu olan Griezmann da kömək edə bilər. Yəni bizim gözləntimiz ondan ibarətdir ki, əgər zədə və ya hər hansı bir ciddi problem olmazsa, hücum ikiliyi Jimenez və Sorloth'dan ibarət olacaq. Çünki Alexander Sorloth'la Jimenez bir-birindən biraz qədər fərqli hücumçu olmaqla bir-birini çox ideal şəkildə tamamlayır. Galatasaray mütləq olaraq çox ehtiyatlı olmalı olduğu bir məqam var ki, burada Madridin 2 hücumçusu və ya 1 hücumçusu rəqibin müdafiəsini necə özünə çəkir. Çünki komandada hücum o qədər elitar səviyyədədir ki, mən əminəm ki, Galatasaray müdafiəsi, yəni 4 gözlə onu izləməyə, onu neytrallaşdırmağa yönələcək və bundan da komanda çox effektiv şəkildə istifadə edir. Məsələn, gəlin epizodların birində baxaq. Burada gördüyümüz kimi Atletico Madrid bir hücumçu oynayır, amma həmin hücumçu Alvarez rəqibin 2 müdafiəçisini özünə çəkir və bundan istifadə edən Winger Baena uzun topdan yararlanaraq tək-bir-tək çıxır və fərqlənir. Bu oyun ssenarisi əgər Galatasaray yuxarı qalxarsa, Okan Buruk'un komandasında başına gələ bilər. Bundan ehtiyatlı olmaq lazımdır. Digər tərəfdən isə əlbəttə ki, Atletico Madrid Diego Simeone rəhbərliyi altında cinahlardan çoxlu sayda asmalar, yəni cross etməkdən də çəkinmir. Bunda əslində məntiqi əsası var. Əgər Alexander Sorloth varsa, boyu o boydadır ki, istənilən halda sadəcə olaraq onun başlı istiqamətə top getsə, 2 rəqib müdafiəçisini belə öz fizikası sayəsində əzib keçə bilər. Məsələn üçün Sorloth'un vurduğu qollara baxa bilərik və ya bu epizodda gördüyümüz kimi Atletico Madridin futbolçusu sol cinahdan rəqabətsiz keçir, ona təzyiq eləyən yoxdur və yenə də daha bir asma. Baxmayaraq ki, müdafiəçilərin də həmin asmanı qarşılamağa kifayət qədər vaxtı var. Bu oyun elementi Atletico Madriddə o qədər
cilalanıb ki, Atletico-nun uğur şansı daha çoxdur, nəinki rəqibi onu neytrallaşdırsın. Digər tərəfdən əlbəttə ki, Atletico Madridin ən böyük problemindən danışanda və biz nəyə görə bildiririk ki, Galatasaray həmin elementdən istifadə edərək və Okan Burukun bu yaxşı bacardığı bir şeydir. O da pressingdir. Atletico Madrid bu mövsüm dəfələrlə özünə məxsus olmayan bir üslubda göstərir ki, amansız pressing altında komanda əzilir və bu pressing müxtəlif formatda ola bilər. Sadəcə olaraq man markingi sayəsində baş verə bilər, yəni oyunçu tutmaq sayəsində və müdafiəçilərə çox amansız pressing tətbiq etməklə. İkinci ssenari əlbəttə ki, cinah yüklənməsidir. Bunda Galatasaray çox yaxşı bacarır. Misal üçün Real Sociedadla maça baxsaq, Real Sociedad bir hissədə az qala bir 5 dəqiqə ərzində 2 dəfə Atletico Madridi cəzalandıracaqdır. Birinci gördüyümüz epizodda müdafiə keçidi iflasa uğrayır və burada Oyarzabal Atletico Madridin müdafiəçisini, mərkəz müdafiəçisini özünə çəkərək boşluq yaradır. Həmin boşluqdan Sociedad oyunçuları yararlana bilmir. İkinci epizod isə bu dəfə artıq Sociedad Atletico-nu bağışlamır. Burada gördüyümüz kimi yenə də Oyarzabal sağ cinaha çəkilir. Yəni öz mərkəz mövqeyindən çəkilir və Atletico-nun müdafiəsini bir növ İngilizcə stretching ilə aralayır. Nəticədə bütün müdafiə kompakt olaraq həmin cinaha yüklənir və o biri cinahda olan Gedeş boş qalaraq çox rahat şəkildə fərqlənə bilir və bu Madridin dəfələrlə cəzalandığı bir mövqedir. Digər mövqe çox vacib. Ona görə də burada istənilən hətta bir 15% obyektivə malik olan Galatasaray azarkeşləri bunu görüb ki, Okan Burukun uğur qazanmaq ssenarisi sadəcə olaraq və uğursuzluq ssenarisinin arasında fərq Osimhenin oynayıb oynamamasıdır və Osimhenin çox yaxşı bacardığı və Atletico Madridin bu mövsümdə dəfələrlə cəzalandığı daha bir element mərkəz müdafiəçiləri ilə cinah müdafiəçisi arasında boşluqdur və bu anda Atletico Madrid bilmir ki, cinah müdafiəçiləri bir növ aşağıya oturaraq, kompaktlaşaraq mərkəz müdafiəçiləri kömək eləsin, yoxsa bir qədər aralansın və bu elementdən komanda dəfələrlə cəzalanıb. Bunun ən böyük örnəklərindən biri Barselonanın komandaya vurduğu qollardır. Məsəl üçün burada Olmo'nun epizodunda görürük ki, Olmo həmin o elementdən istifadə edərək qol vurur. Digər epizod isə yarım cinahda mövqe alan Rafinha'nı Atletico'nun müdafiəsi bölə bilmir və nəticədə qapıya qol gəlir. Yenə də o tezi təkrarlayaq. Barrios olmadığı təqdirdə Galatasarayın o hücum keçidləri, o progressiv pasları və ya açar pasları daha da təhlükə törədəcək. Çünki Atletico bu elementdə yaxşı deyil. Əlbəttə ki, Galatasarayın iki böyük üstünlüyü ondan ibarətdir ki, bir komanda evində oynayır və bu evindəki son oyunudur. İkinci, Atletico-nu məğlub etmək lazımdır ki, Galatasaray play-off vəsiqə qazansın. Biz turnir cədvəlinə baxırıq, komandanın vurulan, buraxılan qolları da kifayət qədər keyfiyyətlidir ki, əgər Okan Buruk onun yetirmələri bu maçdan bərabərliyə qalarsa, 10 xalla belə play-off'un qapısını aralamış olacaq. Çünki Manchester City ilə səfərdə Galatasarayın hər hansı bir şansının olması üçün açıq şəkildə deyək ki, Pep Guardiola yenə də Bayer Leverkusen-la etdiyi belə absurd bir eksperimentə əl ataraq 10 nəfər ikinci heyət oyunçusunu buraxmalıdır. Bir tərəfdən City bu maçını qazanıb demək olar ki, play-off'u qarantiləyə bilər. Top 8-liyi, amma bu mövsümdən yeni bir qayda qüvvəyə minir ki, iki komanda qarşılaşanda hansı komanda liqa fazasını daha yuxarıda bitiribsə, ikinci oyunu evdə oynayır və bu da çox fundamental böyük bir üstünlükdür. Ona görə biz düşünürük ki, City sona kimi oynayacaq və City bütün qeyri-sabitliyi ilə Atletico Madriddən qat-qat təhlükəli və güclü rəqibdir Galatasaray üçün. Digər tərəfdən isə Galatasarayın narahat edici məqamı ondan ibarətdir ki, Diego Simeone dəfələrlə oyunun içində etdiyi dəyişikliklərlə və bu oyunçu dəyişikliyindən ibarət deyil təkcə, həm də taktiki dəyişikliklərlə oyunu dəyişə bilir. Bu element məsələn Okan Burukun məşqçi kimi zəifliklərindən biridir. Əgər siz Union və xüsusilə də Monaco oyununa baxsaz görəcəksiniz ki, rəqib məşqçi oyunun taktikasını dəyişərək, bir növ komanda daxili dəyişikliklər etməklə oyunu dəyişir və bu dəyişiklik yavaş-yavaş baş verir. Çünki rəqiblər, dediyim o iki rəqib top rəqib deyil, yəni onların ikisinin bir yerdə ən yaxşı hücumçusu Arsenalın əfsanəsi olan Balogundur. Balogun da Galatasaray maçlarında neçə epizodu dəyərləndirə bilmədi. Amma Atletico Madridlə əgər yenə də Okan Burukun ana planı uğur gətirməzsə, yəni Galatasaray erkən qol vura bilməzsə və Atletico Madrid bir növ İngiliscə buna deyirlər growing into the game, yəni oyuna yavaş-yavaş böyüməyə başlayır. Yavaş-yavaş otursa, Galatasaray məsələn tutaq belə bir misal götürsək ki, 60-cı dəqiqə oyun heç-heçə gedir və bu artıq məncə Galatasaray üçün çox narahat edici bir siqnal olacaq. Çünki Atletico Madrid hesabda geri düşdükdə risk eləməyə məcbur olur və risk elədikdə arxasında boşluq buraxır. Nəzərə alaq ki, Osimhen nə qədər sürətlidir, nə qədər müdafiəçilərin arxasına getməyi sevir, qaçmağı sevir, boş mövqelər əldə etməyi bacarır və fərqlənməyi bacarır. Amma əgər bu baş verməzsə Atletico kompakt 4-4-2, çünki Atletico topsuz belə orta blokda 4-4-2-də oturur və daima iki oyunçusu məcbur edir ki, Galatasarayın 3 və bəzən hətta 4 futbolçusu onları neytrallaşdırsın. Bu da yuxarıda əslində Galatasarayın sayazlığına gətirib çıxarır. Ona görə də çox vacibdir ki, yəni Galatasaray Atletico oyunun ssenarisindən danışsaq, Galatasaray erkən olaraq Atletico Madridi təzyiqə məruz qoysun
mümkün qədər bacarırsa erkən qolu vursun. Çünki qolu buraxacağı təqdirdə, yəni Atletico o 4-4-2 orta bloka oturacağı təqdirdə ana taktikasından asılı olmayaraq Qalatasarayın işi çox çətinləşəcək və Atletico da daima rəqibi cəzalandırmağa hazırdır və biz də görmüşük ki, o Qalatasaray hesabda geri düşəndə buna o qədər də yaxşı reaksiya verə bilmir. Sizin fikrinizcə Qalatasaray Türkiyədə, İstanbulda Atletico'dan ən azı bir xal alaraq play-off'u garantiya edəcək, yoxsa komandanı daha bir iflas nəticə gözləyir? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndiyseniz kanalımıza abunə olun ki, belə videoları buraxmayasınız.